Varabskoy gedirəm mən düşünən insanlar var idi. Amma namaz qılırlar, dindardılar. Birində deyir ki, insanlara rəhm elə, başa sal, döymə filan bəs məkan. Birində də gedirsən söhbətə, biri ilə dalaşırsan, birinə nə bilim xəsər yetirirsən. Din və meyxana bir-birindən ayrılan məsələlərdir. Ayrılan məsələlər. Bəli, din bir yerdə qadağan eləyir. Meyxana, musiqi və s. bu məsələlər. Evindəkilərdən danışanda evdəkilər deyirsən, ad çəkmirsən. Amma xanımlar xanımının adını ağız dolusuyla belə ifadə eləyirsən. Bəzən içki ortamında, bəzən sən nə bilirsən orada kim hansı haldadır. Əyləncə ortamında hərə bir cür halda ola bilər. Bir növ öz dini inancını pulla barter eləmək kimi bir şeydir bu. Hamısı çünki sırf o yolu davam eləyir deyə, sırf həyat tərzi odur deyə demir də. Tamamilə yanlış bir fikirdir ki, ərəb fars dilindən istifadə eləməyin. Şeiriyyatda ömür boyu istifadə olunub. Meyxanada istifadəsinin nə problemi ola bilər ki? Cahangeşdə yaxşı bir dərs verilib vaxtı ikən. Rəşadgilin vaxtında durub Cahangeş tək deyəndə, kimsə sənin komandan zəif deyəndə, sən orada yaxşı deyirsənsə, o komandanın badına sənin də orada tənqid eləməyəcək ki, bu da pisdir. Sən yaxşı demirsənsə, sən yaxşı demisən. Yəqin ki, onu deyən adamlar çöldə düzgün işlərə baxmayan insanlardır ki, qorxurlar ki, meyxanada o elədiyi məsələlər onların üzünə vurular. Namiq Qaraçuxurlu meyxananı xanımlara sevdirdi. Yəni meyxananın xanım kütləsi çox az da olsa var idi, amma kütləviləşdirdi onu. Nəsizsə bir cürə olmaq lazımdır. Ya dinən ki, mənim fikrim budur, əvvəldən belə gəlmişəm, belə gedəcəm, ya da hər kəs biləcək ki, siz gah nala, gah muxa vurursunuz. Salam dostlar, hamınızı podkast kimi adamın növbəti buraxılışında xoş gördük. Bu gün mənim qonağım növbəti dəfə Babək Həsənzadədir, xiridar. Babək, xoş gəlmisən. Xoş gördük. Babək, uzatmadan keçmək istəyirəm ilk sualıma. Mənim müşahidə elədiyim meyxanaçıların çıxışlarında bəzən bu fikrə rast gəlmişəm ki, onlar deyirlər ki, bu aləmdə olan, yəni meyxana aləmində olan pərdə arxası söhbətləri üzə çıxarmağa dəyməz. Yəni bunu etmək düzgün deyil. Mənə maraqlıdır ki, xiridar kimi sənin bu barədə fikrin nədir? Ənənəvi salamlaşmamla başlayım. Salam olsun sözün dəyərini bilən əsl söz xiridarlarına. Burada mənim yanaşmam, mənim fikrim budur ki, belə bir qadağa heç bir yerdə yoxdur. Xüsusən də söz sənətində, xüsusən də dəyişmədə kimsə kimisə üstələmək istəyirsə, o normaldır ki, hər hansı bir rəqibin zəif yerindən yapışıb onu üstələməlidir. Ya məsələn kənarda olan söhbətlər deyəndə nə nəzərdə tutulur? Kiminsə ailəvi söhbəti çıxmayıb ki, ortaya indiyə kimi, düzdür? Əgər sənin kənarda etdiyin bir hərəkət nəticəsində bir başın aşağı deyilsə, onda sənin nədir narahat eləyən ki, bir meyxanaçı kimi? Kiminsə çöldə olan bir məsələni meyxanada deməsi belə sənə pis təsir eləyir. Yəni sən kimisə toydan vurmamısansa, sən xeyirdə şərdə normal iştirak eləmisənsə, dosta, qardaşa, çevrəyə duyarlı olmusansa, ailənə, hər kəsə, eləcə də meyxanaçı yoldaşlarına qarşı normal çıxışların olubsa, normal yaşayış tərzin olubsa, o zaman sənin nədir burada narahat eləyən? İnsana birinci o sualı verərlər. Yox, filan kəs o sözü deməsin, bu söz deməsin. Meyxanada olub ki, deyiblər ki, bir-birlərinə mənim toyum var idi, sən gəlib iştirak eləmədin, getdin başqa yerdə iştirak elədin. Və ya deyiblər ki, sən filan vaxtı filan kəsin çörəyinə bais oldun, toydan uzaqlaşdırdın. Dolayı yollarla, birə-bir deməyiblər indiyə kimi. Mən danışanda ad çəkirəm də. Təəssüflər olsun ki, meyxanaçılar, demək olar ki, hamısı. Burada ümumiləşdirirəm artıq. Bəzi meyxanaçılar deyirlər. Bütün cümlələrinə girəndə bəzi meyxanaçılar. Qardaş, bu meyxanaçının birinin adını deyin görə hələ kimdən bəhs eləyirsən sən? Yəni, sualın cavabına da gələndə, kənarda sənin çəkinəcəyin bir şey yoxdursa, elədiyin hər hansı bir yanlış əməl yoxdursa, o zaman sən niyə belə bir qayda gətirmək istəyirsən meyxanaya? Niyə belə bir özünü təhlükə altında hiss eləyirsən? O yəqin ki, onu deyən adamlar çöldə düzgün işlərə baxmayan insanlardır ki, qorxurlar ki, meyxanada o elədiyi əməllər, o elədiyi məsələlər onların üzünə vurular. Mən o günlərdə yenə də yüngülvari monitorinq edirdim və meyxanaçıların müsahibələrini dinlirdim və belə müsahibələrin birində Cahangeşdin Bəhr meyxanası ilə bağlı dediyi bir fikirlər var idi. Mən sənə bu çəkilişdən qabaq dedim, söhbət hansı müsahibədən gedir və bilirəm ki, sən də artıq onu istəmisən. Bunun haqqında da istəyərdim sənin fikirlərini alım və yenə də
əvvəlki kimi istərdim ilk növbədə onun dediyi fikirləri açıqlayasan, sonra da öz münasibətini bildirəsən. Bəli, mən artıq bildim hansı məsələni deyirsiniz. Cahangəşin orada tərəf müqabilidə, yəni sualı ünvanlayan özü də meyxanaçıdır, Pərviz Arif. Tanınmış meyxanaçıdır, həm də Yazıçılar Birliyinin üzvüdür, kitabları var, şeiriyyata yaxın adamdır, həm də meyxanaçıdır. Həmçinin də meyxana deyilsin çempionudur. Pərviz belə gedişat əsnasında sual ünvanlayır ki, təxmini yadımda qaldığı qədərlə deyir ki, bəs o fərqli bəhirlərdə olan meyxanalara münasibətin necədir? Cahangəş deyir ki, mən belə özüm deyə bilirəm, təkəbbürlü kimi çıxmasın, amma çox da düzgün deyil filan. Bu üslubda bir cavab verir. Sonra da əsaslandırır. Elə bir dənə də bildikləri şey var ki, Vüqar Əbdülovun, Vüqar Maştağalının bir dənə sözü var ki, meyxana komanda işidir. Burada gələ komanda işi ortaya çıxardasan, qardaş, o məsələ, o dördlük ki var idi ya, həmin vaxtı o keçərlidir. Sən əgər burada rəqabət aparırsansa, bəzən komanda işi burada pozula bilər. Komanda yaxşı öz komandan, sizin dördlüyünüz digər dördlüyə qarşı öz arasında komanda işi yarada bilər. Amma qarşı tərəfdən biri sənin üçün çətin bəhirdə qafiyə tutursa və ya sizin üçün və ya ümumi kimsə heç qarşı tərəf deyil, ümumi ortaya bir çətin qafiyə tutursa, orada komanda işindən söhbət gedə bilməz. Onsuz da siz fərd olaraq bu komanda oyunu deyil. 11 nəfərə, 6 nəfərə, 7 nəfərə oynanılan oyun deyil. Sən təkbətək qafiyədə özünü təmsil edirsən və ümumi qafiyədə də sən özünü təmsil edirsən orada. Öz komandanı çox nadir hallarda olur ki, məsələn, Bakılılar cənublara qarşı, nə bilim, Sumqayıtlılar Bakılılara qarşı, Quballılar Şəkilər və s. belə ya bölgələr arası bir rəqabət olur, ya məktəblər arası, məsələn, Əhmədli məktəbi Yasamal məktəbinə qarşı və s. belə müqayisələr olur və ya Məşdağa, nə bilim, Türkana qarşı və s. Burada da sən özünü birinci təmsil edirsən, ondan sonra komandadır. Kimsə sənin komandan zəif deyəndə, sən orada yaxşı deyirsənsə, o komandanın badına səni də orada tənqid eləməyəcək ki, bu da pisdir. Sən yaxşı demirsənsə, sən yaxşı demisən. Onsuz da hər kəs özünə fərdi olaraq o təkbətək dəyişmənin əsasında da, ümumiyyətlə dəyişmənin prinsiplərində də, təməlində də o yatır ki, rəqibi bir şəkildə üstələmək və özünü daha yuxarı göstərmək. Burada, məsələn, mən Cahangəşin bundan narazı olmasına əsas səbəb özü deyir ki, özünün də dediyi kimi və biz xiridarların da bildiyi kimi, Cahangəşin indiyə kimi deyə bilmədiyi hansısa bir qafiyə, hansısa bir təfilə, hansısa bəhir olmayıb indiyə kimi. İndi bundan sonrakını bilə bilmərik. Burada əslində Cahangəş özünə görə narahat deyil. O monopolist düşüncə ki var, hansı ki təkəlləşdirmək istəyirlər o meyxananı, ancaq biz dördümüz olaq. 8 nəfər toyda olmasın. Ancaq 4 nəfər olsun, onda səliqəli gedir. Qardaş, Zaminin toy məclisi var. Ən partlayış meyxanalardan biridir. Ola bilər orada hansısa növbə pozuntusu olsun. Ola bilər kimsə gözləməsin söz deməyini. Amma necə maraqlı məclisdir. İllərdir üstündən, bəlkə də 10 il keçib, hələ də izlənilir. Yəni insanlar belə ajotajlı məclislər, meydanlar istəyirlər. Təbii ki, orada istər-istəməz insan çox olanda növbə pozulacaq biraz kiməsə mikrofon çatmayacaq. Orada onsuz da o da bir challenge-dır da. O da bir meydan oxumadır. Orada da özünü göstərə bilməlisən. Rəşad Dağlının toyu olsun, Aydın Xırdalanının öz toyu olsun, rəhmətliyin. Həm də Aydının qardaşı Heybətin toyu olsun. Mehman Əhmədlinin toyu və s. Bu kimi geniş belə məclislərdə Vüqar Biləcəri məsələn hardan daha belə məşhur oldu? Rəşadın toyundan. Özün göstərdi. O 10 nəfər, 15 nəfər arasından seçildi. Deməli ki, bunu eləmək olur. Cahangəşin bu düşüncəsi özünə görə deyil. O monopolist düşüncə ki var, onlar o komanda işi ki deyir, o ətrafında olan adamların narazılığı əsasında bunu dilə gətirir. Yəni öz tərəf müqabilləri bilir axı onların qabında nə olduğunu bilir. Bilir ki, hansısa qafiyə açılsa, onun tərəf müqabillərindən biri ola bilər ki, axsasın orada. Necə ki, Cahangəş üçün, məsələn, Arif var idi, ortaq dostumuz idi. Bir ara Cahangəşin, onun Arifin çevrəsi, Cahangəşin PR-ını aparırlar, ona dəstək olmağa çalışırdılar. Fərqli qafiyələr tutulanda, çətin qafiyələr, nə bilim, uzun qafiyələr 22 heca, 30 heca və ya biraz bəhri qəliz olan qafiyələr tutulanda, sən Rəşadın yanında olanda, orada həmin məclisdə Rəşad da olub, elə məclis olub, Ruslan olub, qafiyə tutulub, Ruslan deyə bilməyib, Cahangəş durub deyib. Elə məclis olub, ancaq Səbuhi ilə Cahangəş deyib orada, digərləri deməyib, dilləri dolaşıb. Rəşad hətta oradadır, Aydın da biraz nasaz vaxtlarıdır həmin vaxtı, biraz belə deyək, xəstə vaxtlarıdır, dönəmləridir.
Rəşad orada Aydına deyir ki, dur de, amma Aydının Aydın əslində istəsə deyər. Aydının indiyə kimi deyə bilmədiyi bəhir görməmişəm. Ola bilər hansısa bəhiri qırsın, amma prinsipiallığa getsə, o bəhiri qırmadan da deyə biləcək potensialda insandır. Aydın Xırdalandı. Allah rəhmət eləsin. Orada bəs Rəşadgilin yanında deyəndə bəs o zaman düşünmürdünmü ki, bu qafiyələr nəyə lazımdır? Onda orada etiraz edərdin. Və ya son dövrlərdə açılan Talış məclislərinin birində 30 hecalıq qafiyə açılır, Pünhan açır. Sən orada niyə etiraz eləmirdin, durub deyirdin? İndi deyəcəksən ki, durub deməməyim, elə biləcəklər ki, mən bunu deyə bilmirəm. Bəs orada da özünü göstərməyə çalışmağın nə idi? Qafiyə yerdən verilib, qafiyədən xəbərin var və ya yoxdur. Orasını müzakirə mövzusudur. Yəni kimisi iddia edə bilər ki, dostları idi, xəbəri var idi o qafiyələrdən. Kimisi iddia edə bilər ki, onsuz da buna ehtiyac yoxdur. Onsuz da deyə bilir də bu adam bunu. Əzbər də tutulsa, tutulmasa da bu deyə biləcək. O zaman sənin etirazın nə idi? Deməli bu monopolist düşüncənin gətirdiyi o siyasətin davamçısı kimi sən deyirsən ki, bunu deməyin də, bunu eləməyin. O nümunəvi meyxanaçı ayaqlarına yatırsan da. Cahangeşdə yaxşı bir dərs verilib vaxtı ikən. Rəşadgilin vaxtında durub Cahangeş tək deyəndə, Rəşad orada deməyəndə, orada sonra yan tərəfdə Aydın deməyəndə, sonra müxtəlif meyxanaçılar ki var, indi tam yadımda deyil orada kimlər vardı, amma məsələn Səbuhi var idi, o yadıma gəlir, Rəşad, Aydın, digərləri tam belə xatırlamıram. Cahangeş orada durub deyəndə, Səbuhi durub deyəndə, Cahangeşdə yaxşı bir dərs verilmişdi. Uzun müddət toydan uzaqlaşdırılmışdı ki, sən xeyr ol, ağıllı çıxmısan, bizim demədiyimiz yerdə. Sən niyə etiraz eləmirsən ki, durub deyirsən? Bəs onda Cahangeş niyə elə düşünmürdün? Yoxsa sənə dərs verildi? Yoxsa sən də həmin siyasətin davamçısı olan insanlardır indi sən ətrafında və özün də həmin siyasətin, monopolist düşüncənin davamçısısan deyə. Sabah qafiyaçılar sən deyə bilərsən, Balaəli deyə bilməz və ya Ruslan deyə bilməz və ya Orxan deyə bilməz və ya Mirfərid deyə bilməz və ya nə bilim saya bilərəm də, yəni insanların adını. Bunlar deyə bilməzlər, onlara görə güya narahat olursan sən. Özü də o biraz təvəzzökarlıq kimi göstərib, belə təvəzzökarlıq kimi olsa da, olmasa da mən deyə bilirəm. Təbii ki, biz də bilirik, sən deyə bilirsən. Sən onların yerinə onların düşüncəsini dilə gətirirsən. Güya ki, mən deyə bilirəm, hə də mən bilirəm, amma yaxşı olar ki, bu deyilməsin. Deyilmirdisə, sən də deməməliydin. İndiyə kimi demisən, indidən sonra da, indiki dövrdə də deməyə davam edirsənsə, onda nə özünüzə əl qatıb deyirsiniz ki, bu deyilməsə yaxşıdır, pisdirsə sən niyə deyirsən? Yaxşıdırsa, o zaman digərlərinin yerində niyə narahat olursan? Bu yəni həmin zehniyyətin ancaq biz olaq, bizi kimsə meydanda üstələməsin. O komanda işi ki deyir ha. Bir bildiyi örnək var. Vüqar Əbdilovun verdiyi örnək, komanda işidir meyxana. Baxır harda komanda işidir meyxana. Həmişə komanda işi deyil. Vüqar Əbdilov sağ olsun, maşallah, yəni ustaddır. Vüqar Əbdilovun qızıl fondda olan meyxanaları var. Ki qızıl fonda salınıb və meyxana üçün çox böyük işlər görüb. Vüqar Əbdilov, Namiq Qaraçıxırlı, Vüqar Əbdilov, Mehman Əhmədli. Bu insanlar meyxana üçün çox əməyi olan insanlardır. O insan ola bilər səhnədə deyir ki, məsələn, biz bir qrup halında çıxmışıq, orada balans pozulmasın deyə komanda işidir, bəli. Toyda da ola bilər ki, komanda halında gedəsən, nəsə bir iş nümayiş elətdirəsən, amma ortada rəqabət varsa, orada komanda prinsipi pozulur artıq. Hər kəs özünə cavabdehdir. Sən də öz yerinə danış. Başqalarının yerinə danışma. Hansı məclisdə müdaxilə eləmisən? Bədiyyəçilərə qarşı gəlirlər, qulaqva qafiyə deyirlər orada. Səhv eləmirəmsə 12 hecalıq nəfəs kəsən qafiyə kimi bilinən qafiyələrdəndir və sən bilirsən ki, bədiyyəçilər onu deyə bilmirdi o dövrlərdə. Çünki o qafiyələrlə məşhur olmuşlar, deyə bilməməyi ilə məşhur olmuşlar. Balabəy və Gülağa sənin yanında 3 nəfərdir, bir çardaqdadılar. Bizim yaxın uşaqların məclisi idi, meydanı idi. Təbriz var dostumuz, onun qardaşı gəlir, hətta verir, qardaşın adını unutdum. Gəlir qafiyəni verir. Sən də bilirsən bunlar deyə bilməyəcək. Bəs niyə deyirdin orada? Orada müdafiə, həmin verilişdə Pərvizin sənə verdiyi sualda müdafiə edirsən ki, bu komanda işidir, filandır, bəs məkandır. Onda bu nədir? Bu sənin uşaqlıq səhvindir. Böyüyüb indi kamilləşmirsən, səhvivi dərk edirsən. Səhvivi dərk edirsənsə, hələ də niyə davam edirsən ona? 30 hecalıq qafiyə tutulur Lənkəran toyunda. Pünhan qafiyə tutur. Niyə durub deyirsən, sənin yanında
oturanlardan bəziləri məsələn tutaq ki, deyə bilmədilər onun nə olacaq, ki bilirsən ki, demədilər və o məclisdən sonra da mübahisə olub həmin qafiyə üstündə. Bir var sən bunu uşaqlıq səhvi kimi deyəsən ki, mən də səhv eləyə bilərəm, eləmişəm, oldu, keçdi. Bir var hələ də davam edirsən onu. Deməli, təkzib edirsən, özünü təkzib edirsən. Nəsizsə bir cürə olmaq lazımdır. Ya dinən ki, mənim fikrim budur, əvvəldən belə gəlmişəm, belə gedəcəm, ya da hər kəs biləcək ki, siz gah nala, gah mıxa vurursunuz. Elə yanılmıramsa, həmən verilişin başqa buraxılışında Ruslan Müşfiqabadlının səsləndirdiyi bir fikir var idi ki, meyxanada ərəb sözlərinin istifadə olunmasından yana deyildi. Adam mən belə başa düşdüm. Yəqin ki, onu da izləmisən. Bəli. Bununla bağlı da sən münasibət bilmək istərdim. Çünki mənə biraz bu qəribə gəlir. Çünki ərəb-fars kökənli sözlər zaten dilimizdə var. Mənə qəribə gəlir o baxımdan ki, bilmirəm bunu necə izah etmək olar. Amma sənin də fikrin maraqlıdır. Sən nə düşünürsən bununla bağlı? O verilişdə deməli səhv xatırlamıramsa elə yenə də mövzu əsnasında sırf o barədə sual olmur, amma necəsə gəlir, mövzu o tərəfə çəkir. Ruslan deyir ki, mən tərəfdarı deyiləm ümumiyyətlə. Bir də onu demək istəyirəm ki, meyxanaçılara o ərəb-fars dilindəki sözlərdən istifadə eləməyin. Bu fikir tamamən mənə görə yanlış bir fikirdir. Birincisi, bizim dahi şairlərimiz, hansı ki, onları biz hələ də onların yazdığı qəzəllər hələ də açıqlaması günümüzdə də verilməyə çalışılır. Elə misraları var ki, onun səhifələrlə açıqlaması var. O ustad şairlər Azərbaycan dilindən, Azərbaycan dilinin kasadlığından şikayətləniblər. Bizim dilimiz təəssüflər olsun ki, şeiriyyat üçün kasad bir dildir. Bizim dilimizdə və əruza oturması baxımından da, əgər əruz üstündə deyirsənsə, normaldır, ərəb və fars sözləri daha yaxşı oturur əruza. Bizim dilimizdə də oturan sözlər var əruza, amma onlar daha yaxşı oturulub və o sözlər bizim dilimizə artıq keçib. Bu tamamilə yanlış bir fikirdir ki, ərəb-fars dilindən istifadə eləməyin. Şeiriyyatda ömür boyu istifadə olunub, meyxanada istifadəsinin nə problemi ola bilər ki? Və ya sən özün rus dilində sözlər istifadə edirsən. Ya burada bir dənə məqsədi olmalıdır insanın ki, qardaş, bundan sonra gəlin Azərbaycan dilində meyxana deyək. Hər hansı bir xarici dildəki sözlərdən istifadə eləməyək. Türk sözlərindən, təbii ki, türklər də bizim özümüzündür, amma yəni Türkiyə türkcəsində, rus dilində, ərəb-fars dilində və s. alman dilində sözlərdən istifadə eləməyək. Bu olar bir mövqe ortaya qoymaq ki, bundan sonra Azərbaycan dilində deyək. Mən də çalışacağam Azərbaycan dilində deyim. Bir şey ki, Ruslanın özü o verilişdə artıq uje deyən adamdır. Artıq uje. Eyni mənalı söz və bizim cəmiyyətdə çox istifadə olunur bu. Artıq uje. Artıq uje filan yerə gələndən sonra belə bir cümlə qurulur. Ya uje deyirsən, ya da ki Azərbaycan dilindən istifadə eləmək istəyirsənsə, artıq filan yerə gələndən sonra başa düşdüm ki, məsələ bundan ibarət imiş. O verilişin özündə Ruslan özü artıq uje sözünü istifadə edir. Hətta mən ona baxanda demişdim, buna bax, millətə deyir ərəb-fars dilindən istifadə eləmə, özü artıq uje deyir burada. Ümumiyyətlə səhv danışır. Yəni eyni mənalı sözü istifadə eləmiş olur. Yəni real məsələ deyil də bunu eləmək. Yəni sən bir var lazım da deyil. Məsələn deyə bilərdi ki, yaxşı olar ki, məsələn o sözün mənasını başa düşmürsən. Ərəb-fars dilində dediyin sözün mənasını heç özün başa düşmürsən. Niyə bunu deyirsən? Onlarda tənqid. Özün bildiyin şeydir. Çünki orada bəzi misallar var ki, meyxanada yaşanan hallar var ki, adam sadəcə o sözü eşidib, tam olaraq tərcüməsini də bilmir, təqribi tərcüməsini bilir, onu elə yerdə istifadə edir ki, məna baxımından görsən ki, səhv istifadə elədi o ərəb-fars mənşəli sözü. Sən elə deyə bilərdin, mənasını bildiyiniz sözləri istifadə eləyin, ərəb-fars dilində də istifadə eləsiniz. Yoxsa sən deyirsən ki, ümumiyyətlə ərəb-fars dilində sözlər istifadə eləməyin. Allah rəhmət eləsin, Aydının, Vüqarın vaxtında bu sözü deyə bilərdiniz. Aydından çox, Vüqardan çox, Aydın gətirmişdi də ən çox ərəb-fars dilində sözləri. Bu meyxanaya o yolu o gətirdi. Sonra Vüqar davam elədi. Vüqardan çox o sözlərdən istifadə edən var idi. Deyə bilərdiniz Vüqara ki, o sözlərdən istifadə eləmə. Aydına deyə bilərdiniz ki, o cür meyxana demə. İndi onların yoxluğunda, biraz da meydanın boşluğunda o şeyləri deməyə cürət eləyirsiniz. Lap belə götürək sənin
yaxınında olan gənc meyxanaçılardan biri Abdullah Abbaslı. Hansı ki, hələ Abdullah aktiv olaraq meyxana demirdi, yəni toylara getmirdi. Bəzi əl yazmalarında sənə köməkliyi də göstərirdi. Yəni sənin tərəfində olan birisi idi. Ki indi də çıxır efirlərdə, ekranlarda dəstəkçisi kimi sənin adını çəkir, Ruslanın adını verir. Ruslan Müşfiqabadlı bizə dəstək olur deyir. Normal da ola bilər, bir yaxınlığınız, dostluğunuz var. Sən ona dəstək olursan, o sənə müəyyən əl yazmalarında dəstək olub və s. Sən deyə bilərsən ki, Abdullah, elə deyə bilərsən ki, yox, elə deyə də bilərsən, haqqın da çatır. Ondan həm staj baxımından, təcrübə baxımından, həm də ona sözün keçəcək belə bir böyük qardaşı kimi. Deyə bilərsən ki, Abdullah, sən ərəb fars mənşəli sözlərdən istifadə eləmə. Onda bu o deməkdir ki, Abdullah gələ meyxana deməsin. Abdullahın külliyyatı doludur ərəb və fars mənşəli sözlərlə. Sən deyən ki, o sözlərdən istifadə, belə şey olar? Bilmədiyin sözdən dinən istifadə eləmə. O zaman mən də sənə əks fikir gətirərəm ki, sən də rus dilindən sözlərdən istifadə eləmə. Bardaçok belə gəldi, bagaj belə getdi. Bəzi sözlərin qarşılığını tapmağa adam bəzən çətinlik çəkir, o qədər gündəlik istifadədə alışmışıq da artıq o sözlərə. Bəli, həm də oturmur o. Həmin söz görsən ki, ora oturmur da, ya heca baxımından, ya sözün özü ora əruza uyğun deyil deyə, uzantısı yoxdur deyə oturmur. Necəsə bir şəkildə oturmur. Onun alternativ sözünü başqa bir dildə, hansı ki işlədirik də, biz onu işləydik. İşlədirsən, deyirsən, bəzən türk dilində də sözlər deyirlər, ərəb fars dilində. Yəni bunları mən eyni kateqoriyaya qoyuram. Yoxsa ərəb fars dilində deməyin deyə bir şey ola bilməz, istək ola bilməz. Gəlin Azərbaycan dilində meyxana deyək, istək olar. Bacarırsınızsa siz də rus dilini qoyun bir kənara. İnanın ki, çox meyxanaçı dildən əlil qalacaq o rus dilini sözlərindən, rus sözlərindən istifadə eləməsə. Yəni mənim ağılda onun necə olacaq? Azərbaycan dilinin izahlı lüğətini nə istinadən mi olacaq? Yəni insan bir ömür alışırsa, bir alışqanlıq yaranırsa, meyxana da bir tərəfdən bədahətən deyilir, beyin sürətlə onu ötürmə məsələsi var da, sən hər günkü həyatında alışdığın, istifadə etdiyin sözlər yəqin ki, ora gələr. Əlavə oxuduqların, öyrəndiklərin də var, amma sırf təmiz Azərbaycan dili, baxın bu çərçivədir, bunun ətrafında, bunun daxilində hərəkət edirik. Mənə biraz real gəlmiş. Əslində o, yəni müdafiə oluna biləcək bir mövzudur. Məsələn, biri çıxar deyir ki, bundan sonra Azərbaycan dilində. O da bir challenge-dır, o da bir meydan oxumadır. Sırf çünki bu Azərbaycana məxsus bir şeydir. Gəlin Azərbaycan dilinə davam eləyək. Deyə bilər də, yəni bu onun öz tezidir, öz savunmasıdır. Bu dublyaj deyil də, bu məqlətər deyilsən belə. Yəni siz axı iddia edirsiniz, bütün meyxanaçılar iddia edir ki, meyxana yazı yox, danışıq dilidir də. Danışıq dilində də istifadə olunan gündəlik sözlərdən istifadə elə. Əgər ərəb və fars dilinə qarşısansa, o zaman rus dilindən də sən istifadə eləmə. Onda rus dilindən də istifadə olunmasaydı, nətər Urgantın verilişinə çıxmışdı da, səhv eləmirəmsə, bu meyxana davay da svidaniya. Yəni qafiyə özü şeydir. Əslində bir növdə başqa dillərdən də istifadə etmə meyxananın qlobala çıxmasını təmin edirdi. Əlbəttə, bəzi terminlər var. Üzr istəyirəm, təsəvvür et, Dillər Universitetini bitirmiş hər hansı bir xarici dildə, İspan dilində fərz edən bir şəxs var. Meyxananı da bilir və İspan dilində qatır ona və başqa bir coğrafiyaya çıxır, ya ingilis dilində. Biz məsələn Türkiyədə mən olanda, orada öz aramızda meyxana deyəndə Sadiq dostumuz var. Onun fakültəsi ingilis dili və ədəbiyyatı idi. O məsələn bəzən ingilis dilində misranı qoşur. Bəzən bir misra deyərdi, bəzən çalışardı ki, ingilis dili biraz çox çətin oturur əruza, çox xüsusi belə sözlərdən seçməlisən ki, həm mənanı verəsən, həm də söz otursun bəhrə, təfillərin üstündə deyə biləsən. O məsələn deyərdi elə. Mən də bəzən cəhd eləyərdim deməyə. Məsələn, mən də bir-iki yerdə cəhd eləmişəm. Talış dilində cəhd eləmişəm meyxana deməyə. Yəni bu normaldır da, yəni də kim necə bacarırsa deyə bilər. Onu deyəndə bu tərəfini də düşünmək lazımdır ki, ümumiyyətlə bu söz olmasın deyirsənsə, sən də bu biri xarici dildən istifadə eləmə. Nədir? Rus dilində olar, ərəb fars dili olmaz? Məncə talış dilində daha oturar dilə. Bəli. Çünki fars dillər ailəsinə aiddir də, o kökəndən gəlir deyə. Hind-Avropa dillərinə aid. Onu xatırlamıram, amma xatırlayıram ki, fars dillilər kökəndən nəsə aidiyyatı var idi. Əslində çoxsu əlaqələndirir ki, bu fars dilidir filan. Əslində Hind-Avropa dilləri gedir. Tatlardır, talışlardır, farslardır, hindlərdir. Müəyyən xalqlar ki var, yəni eyni kökdən
bu dillər yaranıb, amma bu o demək deyil talış dili, fars dili. Bu barədə bir mütəxəssis dəvət edib inşallah bu haqda danışarıq. Bax, mənə maraqlı gələn mövzulardan biri də meyxanada bəzən dini mövzuların işlənməsidir. Mən açıq bilmirəm bu nə ilə əlaqəlidir. Bir tərəfdən bu versiya aklıma gəlir ki, zaten meyxanaçılar o bayaq dediyimiz bu sözlər ki, istifadə olunur, müxtəlif dillərdən olan sözlər, yəni həyatımızda istifadə etdiyimiz məsələlər deyə dində insanların həyatının bir parçası olduğuna görə bu mövzular. Amma yenə də mənə maraqlıdır ki, meyxanaya bunun dini mövzuların gətirilməsi və yaxud da istifadə olunmasına sənin münasibətin nədir? Birincisi səbəb kimi mən məzhəbi mövzulara girmək istəyərdim ki, böyük bir qismi bu meyxana ilə maraqlanan insanların Şiə məzhəbindən olduğuna görə və oradakı hadisələr, orada o Kərbəla hadisəsi və müxtəlif məsələlər ki var, onları hədislər şəklində eşidiblər və ya rəvayətlər şəklində eşidiblər və ya olmuş hadisələrdir. Onları dilləndirirlər. Birincisi, özlərinin təəssüflər olsun ki, o qədər inkişaf elətdirmirlər. Ancaq 2-3 mövzudan xəbərləri var və çoxsu da oxumayıb, qulaqdan dolma bilgilərlə, məlumatlarla deyirlər, filan şey filan oldu. Hansı ki biz bu hadisələri onsuz da uşaqlıqdan bir cənubda böyüyən birisi kimi biz bu hadisələri eşitmişik, bilmişik, bizə də belə deyə də nəsillərlə ötürülüb bu hadisələr. Bir də bəzi mövzular var ki, onun gətirisi çoxdur. Reaksiya daha güclü olur. Ya alqışı, ya da maddi tərəfdən şabaşı güclüdür. Bir növ öz dini inancını pulla barter eləmək kimi bir şeydir bu. Hamısı çünki sırf o yolu davam eləyir deyə, sırf həyat tərzi odur deyə demir də. Məsələn, Vüqar Biləcərinin əsasən o mövzularda deməsinin ən böyük səbəblərindən biri o idi ki, Vüqarın yaşam tərzi o cür idi. Vüqar əvvəl necə ki başlamışdı, əvvəllər o yaşam tərzi ilə oxuduğu kitablar bütün o mövzulardaydı deyə o tərzdə deyirdi meyxana. Amma bu tərəfdən baxanda bunun həm alqışı, həm gətirisi çoxdur deyə, çoxsu bunu alqış xatirinə eləyir. Və hər dini belə misraların da deyilmə yeri var. Hər doğrunu hər yerdə deməzlər misalı kimi, hər mövzunda hər yerdə danışmazlar. Yəni sən öz evindən bəhs eləyəndə, kişi xaylaqları içində, öz yoldaşından, qızından, anandan və s. danışanda adlarını çəkməyib evdəkilər deyirsənsə ona, bu düşüncədə olan insansansa, onda sən necə olur ki, xanımlar xanımının, Peyğəmbər qızının adını, yəni xanımlar xanımı adlandırılan sənin inancına görə də, həmçinin də mən də inanclı şəxsəm, mənim də inancıma görə. Sən onun adını naməhrəm insanların arasında çəkirsən. Sırf alqış alacaqsan deyə, sırf 5 manat sənə şabaş gələcək deyə, orada heç bir təbliğatdan söz gedə bilməz. Sən əksinə sən onun şəninə belə deyək də kölgə salırsan. Evindəkilərdən danışanda evdəkilər deyirsən, ad çəkmirsən. Amma xanımlar xanımının adını ağız dolusuyla belə ifadə edirsən, bəzən içki ortamında, bəzən sən nə bilirsən orada kim hansı haldadır. Əyləncə ortamında hərə bir cür halda ola bilər. Qətiyyən mən yaxşı baxmıram bu məsələlərə. Hər şeyin mövzunun danışılacağı yeri var. Sən onu elə satmalısan ki, onun alıcısı olsun orada. 2 nəfər alıcıya görə orada yüzlərlə insan içkili vəziyyətdədir. Məsələn, onu orada naməhrəm bir ortamda sən onu deyə bilməzsən. Bunun özü sənin inancına ziddir. Ondan da əlavə ümumiyyətlə din və meyxana bir-birindən ayrılan məsələlərdir. Ayrılan məsələlər. Bəli, din bir yerdə qadağan eləyir meyxana, musiqi və s. bu məsələləri. Bu bilirsiniz nəyə oxşuyur? Bu bir şey yaranmışdı. Dindar xuliqanlar yaranmışdı. Necə dindar xuliqanlar özünə o şey yolu ilə Varabskoy gedirəm mən düşünən insanlar var idi. Amma namaz qılırlar, dindardılar. Birində deyir ki, insanlara rəhm elə, başa sal, döymə, filan bəs məkan. Birində də gedirsən söhbətə, biri ilə dalaşırsan, birinə nə bilim xəsər yetirirsən, oğruluq eləyirsən. Hansı ki, birində oğruluq bir statusdur.
oğru adı alırsan, sən statusda o oğraya bilərsən. Yo, kasıb deyil ki, kasıbdan oğramamışam, varlıdan o, deməli sən əla oğlansan. Amma dində isə deyir ki, sən bunların heç birini eləməməlisən. Və hətta orada elə məsələlər var ki, o dəmir barmaqlıqlar arxasında olan ömürlük həbs yatan insanların bəzi məsələlər olar deməyi, hansı ki biz onu heç normal, heç dindar birisi olmasa belə öz yaşayış tərzində onu uyğulamaz da. Orada olar deyilən şeyləri bu biri tərəf axı deyir olmaz. Sən nə boyda bir çelişki, nə boyda bir təzad ortasında qalırsan. Eynilə də din hara, meyxana hara. Yaxşı bir-iki dənə söz deyə bilərsən, çünki o da bizim din də artıq bizim yaşam tərzimizdir, bizim həyat tərzimiz, həyat fəlsəfəmizə yansıyıb artıq. Biz ömrümüzü, yaşayış tərzimizi ona görə tənzimləyirik. O mötəbərlərin yaşadığı tərzdə tənzimləməyə çalışırıq, örnək şəxslər olmağa çalışırıq və s. Bir yerdə nəsə deyə bilərsən, amma dərinə getdikdə din bunu inkar edir. Olmaz deyir meyxana, olmaz deyir musiqi, olmaz deyir ritim. Şüara surəsi indirib Allah. Orada şairləri tənqid eləyir bir yerdə. Bir qismini ayırır. Hansı ki deyir, onlar Allahı tanıyar və Allahı belə də yolu ilə gedərlər. İndi mən çox da o məsələlərə girmək istəmirəm, çünki mənim professiyam deyil o tərəf. Amma biz də bir inanclı şəxs kimi bilirik də, orada tənə elədiyi adamlar qisminə özünüzü qoymayın. Tənə elədiyi şairlərin qismində çalışın olmayın. Qısacası sən tövsiyə eləmirsən bu dini mövzuda meyxana deməyi. Yəni çox nadirən yeri var da onun ki, sən elə bir yerdə deyəsən ki, hamısı səni alqışlasın. Və o mötəbərlərin ismini çəkəndə biraz ehtiyat eləmək lazımdır. Biraz hörmətin saxlamaq lazımdır. Hər ortamda onun adını çəkib onun belə də adiləşdirmək olmaz o mötəbər şəxsləri. Babeç, deməli bir neçə meyxanaçı var ki, istəyirəm onlarla bağlı sənin fikrini alım. Var daha çox tanınmış şəxslər, daha geniş kütlələr məncə onları tanıyır. Bunlardan biri mən hələ məktəbdə oxuyanda test çıxışlarını gördüm. Biri deyən yerdə onlar həmişə bir yerdə onların adları gedirdi. Akşin Fatihlə Elçin Xəzər. Onların meyxana deməyi. Mənim yəni gördüyüm o idi ki, Elçin Xəzər bir yerdən sonra ancaq dini müstəvidə şeirlər deməyə başladı və mən bilmirəm, indi izləmirəm deyə mən rastıma çıxmadı o meyxanaları. Akşin Fatihdə gördüm ki, sanki bilmirəm meyxana mı, yoxsa musiqi ilə qarışıq meyxana kimi bir şeylər oldu. Hətta birinin sözlərində deyir ki, mən tövbə etdim və bundan sonra sözlər tam yadımda deyil, amma tövbə etdim, nəsə bir şey var. Ən son bir neçə aya keçən il gördüyüm Akşin Fatihin hardasa paylaşımlarda qısa-qısa gördüm ki, yanılmıramsa mahnı oxuyurdu, ya duetləri də vardı, belə. Sənin ümumiyyətlə bu iki meyxanaçı haqqında fikirlərin nədir? Nə düşünürsən? Valla, Elçin Xəzərin şəxsi seçimidir, əvvəl oradan başlayaq. Getdi, hacı oldu, sonra Kərbalaya getdi və sair ziyarətgahlarda oldu və dedi ki, artıq mən bundan sonra görürəm ki, dinlə meyxana demək örtüşmür, üst-üstə düşmür. Öz yolunu seçdi. Artıq dini tərəfə yönləndi. Biraz da həyat tərzini o yöndə, o səpkidə apardı və o səpkidə şeirlər, qəzəllər yazmağa başladı. Beləliklə o tərzdə, o ağırlıqda olan məclislərə dəvət almağa başladı. Bunun bir yerdən indi bir gəliri varsa, o məclislərdən gəliri var. Akşin Fatihdə biraz tam fərqli oldu. Akşin əvvəl dedi ki, Akşin də dinin yolunu tutdu. Əvvəl dedi ki, mən meyxana deməyəcəm bundan sonra. Sonra bir müddət gördü ki, o Orxan Sayağı gördü ki, artıq bu tərəfdə pul yoxdur, məddəhlıq eləyirdi Akşin. Gördü ki, bu tərəfdə çörək yoxdur. Axı meyxananın o dadını hiss eləyib, o meyxananın gəlirini, o belə deyə də məvacibləri görüb. Gördü ki, artıq bu tərəfdə çörək yoxdur, qayıtdı ki, mən hiss elədim ki, meyxananın da boşluq var, mənə ehtiyacı var meyxananın, mən geri döndüm. Geri döndü. Ondan sonra artıq meyxanadan da biraz kənarlaşdı. Gördü ki, dəyişmədə artıq dəyişilib, səmt dəyişilib. Dəyişmə meyxanasını bu gənclərlə demək olmaz. Onun dediyi vaxtda ayrı idi. Həmin meyxanaya indi tələbat yoxdur. Lap belə həmin meyxananı desə belə onu üstələyəcəklər. Sonra biraz musiqili tərəfi seçdi. Bir ara filmlər çəkdi.
serial falan çəkdi. Sonra əks cinsin nümayəndələri ilə, xanımlarla duetlər oxudu və s. Yəni də biraz belə enişli çıxışlı hallar yaşadı. Yəni təbii ki, insanların şəxsi seçimləridir. Təqdir, yəni millətin gözü tərəzidə. Mən nəsə deyə bilmərəm. Öz seçimidir. Özü bilər. Hər elədiyi hərəkətə, hər elədiyi atdığı addıma da özü cavabdehdir. Səhvi ilə, doğrusu ilə, yanlışı ilə özü bilər yəni. Mən deyim ki, Akşin Fatih Nəyişən Xəzərin meyxana dediyi vaxtlar çox xoşuma gəlirdi. Yaxşı dedim. Yaxşı. Və sən deyim ki, bəlkə də məndə nostalgiyaya görə belədir. Amma sən ki dedin, bəlkə də vaxtı Akşin Fatih indi deyə bilməz. Mən şəxsən o vaxt onu dinləyən bir şəxs kimi belə fikirləşirəm ki, yox da hər kəsdən deyə bilər. Məndə belə təsir yaranır, amma bilmirəm də tam dərin araşdırmıram deyə meyxanaçılara barədə bir söz deyə bilmərəm. Mənə elə gəlir ki, Azərbaycanda meyxana deyəndə mümkün deyil ki, yada düşməsin Namiq Qaraçuxurlu adı. Namiq Qaraçuxurlunun da mən həm meyxanalarını bəyənirəm, həm Aygün Kazımova ilə, həm özünün də tək oxuduğu mahnıları da bəyənirəm. Onun barəsində nə düşünürsən? Məsələn, mən məktəb illərini xatırlayanda o ki, Namiq Qaraçuxurlunun rəvayəti hər kəsin dilində əzbər idi. Hamı kuplet hər bir sözün belə əzbər bilirdi, hər bir misrasın. Mən açıq bəzən darıxıram. Onu istərdim ki, onu meyxana deyən yenə də görüm. Bəlkə də deyir, bilmirəm, bəlkə də demir. Onunla bağlı nə düşünürsən? Namiq Qaraçuxurluya mən həmişə iddia edirəm ki, bu sözü ilk dəfə mən istifadə eləmişəm. Ondan sonra bu biraz yayıldı. Meyxananın brendi deyirik biz. Bu sözü də mən yenə də iddia edirəm ki, birinci dəfə mən istifadə eləmişəm. Yəni başqasından görməmişdim mən bunu deyəndə. Sonra başladı yayılmağa da ağızdan ağıza, dildən dilə. Namiq elə bir insandır ki, maşallah Allah ona səhnə üçün lazım olan hər şeyi verib. Boy, buxun, kişi yaraşığı, xüsusi bir səs tonu, ki özünə məxsus bir səs tonu var, spesifik bir səsi var. O cümlədən şairlik istedadı, o cümlədən meyxanaçılıq istedadı, intellektual səviyyəsi Namiqin o vaxtı dediyi meyxanalardan belə görülür. Çox rahatlıqla görə bilirik ki, hər kəs başqa mövzuda necə meyxana deyəndə Namiq necə meyxana deyirdi. Fərqli mövzulara toxunurdu, savad baxımından, yenə deyirəm, intellekt baxımından, dünya görüşü baxımından fərqlənirdi. Namiq meyxanaya bir çox qatqılar verib, meyxananın düzgün, yaxşı təmsil olunması barəsində. Məsələn, biz keçən dəfə belə bir söz də demişdim ki, Namiq Qaraçuxurlu meyxananı xanımlara sevdirdi. Yəni meyxananın xanım kütləsi çox az da olsa var idi, amma kütləviləşdirdi onu xanımlar baxımından. Xanımlara sevdirdi. Namiq Qaraçuxurlu vasitəsilə meyxana artıq bizim evimizə girdi, evlərimizə girdi. Ailəvi oturub dinləyəcəyimiz meyxanalar yaratdı. Hansı ki, Könül xanım Kərimova ilə, Aygün xanım Kazımova ilə özünün bayaq vurğuladığınız kimi tək oxuduğu musiqili meyxanalar sadəcə meyxanadakı bəzi o qalmaqallardan, bəzi o belə deyək, o məclislərdən uzaq olmağı seçdi. O da onun öz seçimidir. Meyxananı daha yaxşı yerlərdə təmsil elədi. Bayaq vurğuladığımız kimi ki, Kreml sarayında, Heydər Əliyev sarayında, Şəfa stadionunda və s. çox bahalı 5 ulduzlu zallarda meyxananı yaxşı şəkildə təmsil edənlərdən. Yəni biz insanlara göstərə bildik ki, baxın, belə bir meyxana deyən də var. Belə bir meyxanaçı da var. Ola bilər biraz fərqli səmtə yönəlib, daha musiqili tərəfini seçib meyxananın. Amma baxın, bu işləri də görmək olurmuş. Və biz digər meyxanaçılara da onu örnək göstəririk. Onu Namiq Qaraçuxurlunu misal çəkirik ki, baxın, bu insan kimi də bir yol xəritəsi cızmaq olar da. Mütləq deyil sizdə musiqili tərəfi seçəsiz. Amma onun qabiliyyəti, qanacağı, onun davranış, onun səhnə mədəniyyəti siz də həmin tərzdə dəyişməklə, meyxananın fərqli janrları ilə, nə bilim, meyxananın fərqli stilləri ilə üzə çıxa bilərsiniz. Səncə Namiq Qaraçuxurlu kimi bir meyxanaçı olmaq üçün nə lazımdır? Sən yəni müşahidəyə görə. İlahi vergi lazımdır yəqin ki. Həm çünki mən dediyim kimi hər şeyi tamamlayır da. Bir var nəsə olsun, o biri olmasın. Maşallah bu Allah hər insana vermir də onu. Bayaq vurğuladığım o məsələlər ki var, duruşu, nə bilim, kişi yaraşığı, boyu buxunu, səsi, sözünü də tamamlayırdı.
Deməli çalışmaqla olunan bir şey deyil də bu. Yəni- Yəni ilahi verilən məsələləri qoysaq kənara, Bəli. çalışmaqla nəyisə əldə etməyə baxsaq. Çalışmaqla sadəcə məsələn meyxananı daha gözəl deməyə çalışa bilərsən və ya mütaliələr eləyərsən, sənətin dərinliklərinə enərsən. Maksimum bu qədərini bacararsan, amma belə təməldə ki, o görüntü səndə vizual görüntü ki yoxdur və ya o səs tembri ki səndə yoxdur, onu sən hər hansı bir vasitə ilə əldə edə bilməzsən də. Bu bir ayrıcalıqdır. Yaxşı, bəs Pərviz Bülbülənin meyxana deməsi və yanılmıramsa indi mahnı oxuyur da, çünki son illərdə mən o formada hardasa çıxışlarını görmüşəm. Onunla bağlı fikirlərin nədir? Pərviz də o biz dördlü ki deyirdik, bunu verilişlərdə misalını da vermişəm. O dördlükdən ilk ayrılan insanlardan oldu, hansı ki bir xanım tərəf müqabili oldu və başladı duetlər oxumağa, musiqili meyxanalar yazmağa, bəstələməyə və s. Bəzən düzdür, plagiat mahnılar üzərinə yazılırdı. Hansısa ya fars mahnısı, ya hind mahnısı üzərinə yazılırdı sözlər, amma yenə də maraqlı bir şey alındırdı və özünə məxsus bir yol o da seçdi. Meyxananın musiqili tərəfini, amma Pərvizi mən məsələn son zamanlar heç bəyənmirəm. Nəyini bəyənmirəm? Yenə musiqili meyxanalarında oxuduğu belə deyək mahnılarda özü bilər. Bayağılıq olsa da olmasa da öz tərəfidir, amma məni əsasən maraqlandıran meyxana tərəfidir deyə. Pərviz son dövrlərdə çağırıldığı bütün məclisləri həm özü mənfi aura yayır ətrafına, həm özünü demoralizə eləyir, həm də tərəf müqabillərini. Nəyəsə qaşqabaq sallayır, burun sallayır ki, bu nədir, bunu sürətli deyirsiniz, bunu biraz asta tempdə deyin. Bu nədir, burada musiqini eləmədiniz, düzgün eləmədiniz, ifadə eləmədiniz. Bu nədir, əruz qafiyə açırsınız, onsuz da meyxana əruzdadır. Yəni o əruz qafiyə kimi el arasında bilinən, yəni bəhər qafiyələr. Qardaş, valla meyxana o deyil, nə bilim, Aycan Alancandır. Biz belə meyxana görməmişik filan. Qardaş, sən görməmisən, amma bunlar fakt bacarırlar da. Deyə bilmirsənsə otur, o da böyüklükdür də, o da bir ərdəmdir. Meydanı niyə pozursan? Cəmaatın məclisin, cəmaatın xeyir işidir də. Səni də çağırıb, yəqin istəyib çağırıb orada. Sən indi əvvəlki kimi meyxana demirsənsə və ya deyə bilmirsənsə, bu sənin öz işindir. Amma deyənlərə də mane olma da. Onları da salma aşağı. Mənfiyə çəkmə. Otur, o da bir şeydir də. Sən müəyyən bir yol qət eləmisən, alqışla. Demə, dinən ki, valla mənim tərzim deyil bu. Heç deyə də bilmirəm. Maşallah, uşaqlar canavar kimi deyirlər. Halal olsun bunlara. Və ya nə bilim, heç uşaq olmasınlar onlar. Həm yaşıdların olsun. Deyən ki, maşallah, deyirlər də, gözəl bəhirlərdə deyirlər. Mən heç deyə bilmirəm. Meydanı pozma da. Belə Babək, mənim suallarım bitdi. Sənə bir daha təşəkkür edirəm gəldiyinə görə və fikirlərini bizlə paylaşdığına görə. Sonda əlavə etmək istədiyim bir şey varsa, buyur. Bir daha təşəkkür edirəm. Artıq o çox saylı istəklər necə oldusa, 3 dəfə üst-üstə siz çox sağ olun ki, dəvət elədiniz, yer verdiniz mənə. Mən də təşəkkür edirəm bütün şərh bölməsinə yazanlara, bizi dəstəkləyənlərə, həm fikir olanlara da, bizə qarşı fikirdə olanlara da biz hər birindən nəsə öyrənməyə, nəsə götürməyə çalışırıq. Hər dəfə vurğulayıram bunu. Biz kimisə tənqid eləyiriksə, özümüz də tənqidlərə açıq olmalıyıq. Düzgün tənqid, əsaslandırılmış tənqid başımız üstünə yeri var. Yetər ki, orada təhqir olmasın. Yetər ki, nalayiq ifadələr olmasın. Fikirlər ayrıdır. Hər kəs məndən eyni fikirdə ola bilməz. Yenə də deyirəm, bütün dünya mənim kimi düşünə bilməz. Mən də heç kimdən eyni özüm xarakterdə olmağı istəyə bilmərəm. Bu ən azından bəncillik, egoizm olar bu. Yəni hərə özü kimi olsa yaxşıdır. Kiməsə özümüzü oxşatmayaq. Şərh bölməsinə yazın, like eləyin, takib eləyin. Kanala abunə olun. Abunə olun, bəli. Belə yəni onların yazdığı sözlər də, yəni şərhlər də bizim üçün çox önəmlidir izləyicilərin. Çünki biz bəzən o şərhlər əsasından nəsə görürük ki, filan yerdə düz deməmişik, gərək bunu bu cür deyərdik. Gələn səfər çalışırıq ki, özümüzü düzəldək. Korrekt edirik. Bəli. Bu qədər. Təşəkkürlər hər kəsə. Siz başda olmaq. Çox sağ ol Babək. Deməli dostlar, nə edirik? Mən Babəkin səhifəsini, Instagram səhifəsini və YouTube kanalını videonun altında qeyd edəcəm. Ora keçid edib onun fəaliyyəti ilə tanış ola bilərsiniz. Onun tənqidlərini izləyə bilərsiniz. Həmçinin bizim sosial media hesablarımız var. Facebookda, Instagramda, TikTokda və Telegramda. Onların keçidi videonun altında da onlara keçid edib abunə ola bilərsiniz. Orada storydə müxtəlif paylaşımlar edirəm. Instagramda deyək ki, Facebookda bəzən sorğu keçirirəm, nəsə sualım olur. Telegrama sadəcə birbaşa verilişləri atıram və TikTokda da maraqlı şərhlər olur.
Həmçinin bizə Ko-fi üzərindən dəstək ola bilərsiniz. Bu platforma vasitəsilə siz mənə və başqa kontent yaradıcılarına iyanə edərək dəstək olursunuz. Onu da keçdi videonun altındadır. Bu qədər. Kanala abunə deyilsinizsə abunə olun, videonu like edin, şərh yazın və dostlarınızla paylaşa bilərsiniz. Və sonda ən əsası çalışın sağlam və xoşbəxt olasınız. Bu çox vacibdir. Belə, hələlik.